Mən özümü dərk edəndən Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan mədəniyyətinə bağlı olmuşam. Hələ 4 yaşımda dilim söz kəsməyən vaxtda Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş tədbirdə cənab prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın qarşısında Bahar qızı kimi çıxış eləmişəm. Daha sonra bu ənənə aldı və bir çox tədbirlərdə, eləcə də Oyuq Teatr studiyasında fəaliyyət göstərdim. Bir sıra beynəlxalq festivallarda iştirak elədik. Həm təhsilə, həm də ki, sənətə verdiyim töhfələr, gətirdiyim uğurlar məni fərəhləndirir. Xüsusilə də Heydər Əliyev adına liseyə, ulu öndərimizin adını daşıdığı məktəbə bu cür uğurlar bəxş eləmək mənim üçün fəxrdir. Amma çox heyif ki, müəyyən səbəblərə görə mən 11 ildə oxuduğum məktəbin son zəngində iştirak edə bilmədim. Anamdan olunan tələblərə, bizə göstərilən təzyiqlərə görə anam mənim iştirak eləməyimi istəmədi və nəticə olaraq bunun zərbəsi yenə mənə dəydi. Direktorun bəzi tələbləri, bəzi istəkləri təəssüf ki, mənim son zəngə getməməyimlə nəticələndi. Bu mənə əlbəttə ki, çox pis təsir elədi. Təbii olaraq mən də istəyərdim ki, öz sinif yoldaşlarımla, 11 il oxuduğum məktəblə çox yaxşı şəkildə sağollaşım, vidalaşım. Və iştirak eləyə bilməmək mənə o qədər pis təsir elədi ki, mən günlərdir hələ də özümə gələ bilmirəm.